Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib, mərhumun meyti xarici və daxili müayinələrdən keçirilib. Mərhumun meytindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyatı üzrə göndərilmişdir. Bu sözləri Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin böyük prokuror metodisti Sabir Musayev İctimai Televiziyada bildirib və qeyd edib ki, hadisə yerinə yaxın intervalda yerləşən ictimai iaşə obyektlərinə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər götürülüb, eyni zamanda təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb, həmin görüntülərə də baxış keçirilib. Bundan başqa, mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib, iş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb edilərək onların da dindirilməsi təmin edilib. Eyni zamanda hadisə barəsində əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğuları verilib. Qurum rəsmisi cəmiyyətə çağırışda edib və qeyd edib ki, biz buradan da açıq çağırış edirik. Kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri, sübutları təqdim edə bilər. Bunda narahatlıq doğuran bir məsələ yoxdur. Əsas narahatlıq doğuran məsələ dəqiqləşdirilməmiş məlumatların yayılmasıdır. Bax, bu açıqlama, belə deyək, Baş Prokurorluğun rəsmisinin açıqlamasıdır, dəyərli izləyicilər, və buradan da öz izləyicilərimə də səslənirəm. Ümumiyyətlə, bu kimi mövzularda, belə deyək, rəsmi təsdiqini tapmamış informasiyaları, dəyərli izləyicilər, tirajlamağın özü belə bir məsuliyyət yaradır, cinayət məsuliyyəti yaradır, cəmiyyətdə çaşqınlıq və s. Amma bu hadisə ətrafında ümumiyyətlə müxtəlif versiyalar var, ağla batan, ağla batmayan. Çünki hələ ki işin üstü belə deyək, açılmadığına görə indi nə deyilsə də onun hamısı, necə deyərlər, maraq doğuracaq, diqqət çəkəcək, bunlar anlaşılanda. Ancaq bildiyimiz budur ki, Elgün ali məktəb imtahanlarından yetərincə yaxşı bal yığıb, deməli 205 bal səhv etmirəmsə, bu yaxşı bir göstərici sayılır. Ondan başqa əhatəsindəki insanlar tərəfindən müsbət xarakterizə edilir və s. və ilaxır. Amma bütün bunlarla yanaşı, yəqin ki, bizim bilmədiyimiz nələrsə də ola bilər. Bunlar sadəcə ehtimallardır, versiyalardır. Ancaq bir daha deyirəm, sabah sizi dəvət etsələr ki, bax, belə bir nətər deyərlər, açıqlama vermirsən, belə bir məlumat yaymışsan, gəl buna cavab ver. Onda mən bilmirdim, bəs belədir. Ona görə prokurorluq orqanları bu, belə deyək, rəsmi açıqlamaları ardıcı olaraq yayırlar ki, cəmiyyətin üzvlərinin də məlumatı olsun ki, yəni, belə deyək də, bu kimi səs-küylü hadisələrin üzərindən prim yığmaq, nə bilim, nələrsə eləmək filan. Məsələn, gün ərzində bir neçə dəfə TikTokda canlılarda məndən soruşurlar, Elgün üçün susma filan. Elgün üçün susmamaq ən doğru yolu rəsmi məlumatlara əsaslanmaqdır, istinad eləməkdir. 100 dənə versiya səsləndirmək olar, 100 cür. Orada intihardan tutdun, nə bilim, digər məsələlər və s. və ilaxır, çoxdur versiyalar. Amma bunun hansı real və rəsmi versiyada onu gedişat göstərəcək. Bəzi hallarda belə məlumatların yayılması, bax, sizə bir şey deyim, həmin hadisəni hətta kimsə törədibsə belə, o insanların ayılmasına səbəb olur. Mən bir müddət öncə bir xəbər çatdırmışdım. Deməli, Şəkidə, Bakıdan gedib, Şəkiyə gedib heyvan oğurluğu ilə məşğul olan bir dəstə var idi. Bununla bağlı media bir neçə dəfə Daxili İşlər Nazirliyinə sorğu göndərdi ki, belə bir hadisə var və Nazirlik Mətbuat Xidmətindən, media nümayəndələrindən bir rica olundu, bir xahiş olundu ki, olarmı ki, bunu, belə deyək, bir müddətlik yayımlamayaq. Səbəb nəymiş, sonra bilinəcəkdir. Səbəb o idi ki, əslində bu məlumat tirajlansaydı, həmin o Bakıdan Şəkiyə heyvan oğurlamaya gedən adamlar duyuq düşəcəkdi. Çünki sənin kimi, mənim kimi onun da əlində
telefon var və o da izləyir. Başa düşəcəkdilər ki, bəli, bizi artıq aldılar nəzarətə. İndiyə qədər elədikləri oğurluq da qalacaqdı, nətər deyərlər, belə cəzasız. Və nəticə etibarilə media bu mövzuda bir neçə gün bu mövzunu işıqlandırmadı və həmin adamlar da arxayın oldular ki, heç kimin xəbəri yoxdur, iş başında yaxalandılar. İndi bu hadisədə də oxşar variant, dəyərli izləyicilər, keçərli ola bilər. Yəni, hansısa məqamda bir neçə günlük, bir neçə anlıq susmaq o demək deyil ki, iş getmir. Bəzi istintaqa aid olan məsələlərin açıq şəkildə saytlarda, sosial şəbəkələrdə tirajlanması o hadisəni törədən şəxsin və ya şəxsləri, belə bir insanlar varsa, nətər deyirlər, ayılmasına, duyuq düşməsinə səbəb olur ki, hə, bu variantı da bilirlər və s. Bəlkə də o hadisəni törədən adamlar ilə aramızdadır, cəmiyyətin içərisindədir, bəlkə də artıq ölkədə yoxdur. Bütün bunları biz bilmirik. Ona görə də hərəmiz öz beynimizdən, nətər bilirsiniz, məsələn, milli komanda futbol oynayır, hamımız, belə deyək də, futbol azarkeşi birincisi kimi danışırıq. Yəni, kənardan nəyəsə baxıb danışmaq şeydir də, məsələn, bir həkim əməliyyat edir, yenə həmçinin, polis müəyyən əməliyyat keçirir həmçinin. Yəni, hərənin öz işi var. Müəyyən bir dönəm səbirli olaq, yəqin ki, bu məsələ uzanmayacaq. Hər halda bu qədər, deməli, şahidlər dindirilib, bütün əlaqələr, bütün telefon və s. və ilaxır, hər şey, yəni, açıqlandığı qədərini təbii ki, deyirəm, yəni, öz yolu ilə davam edir. Yəqin ümid eləyək ki, çox çəkməz. Bu arada bizi TikTok'dan izləyənlərin diqqətinə çatdırım, dəyərli izləyicilər. Yayınımızı bağlayıram. Əgər canlı yayımı bu və digər mövzuları izləmək istəyirsinizsə, həmçinin bir vacib məsələ var. Hərbi tibbi müayinədən keçməyənləri cəzalar gözləyir. Artıq yeni qaydalar var. Onları da diqqətinizə biraz sonra çatdıracağım. TikTok yayınımızı bağlayıram. Zəhmət olmasa istəyirsinizsə, YouTube'da İntiqam Valihoğlu yazın. Elə bu dəqiqə canlı yayımdayım. Gəlin və suallarınızı yazın, cavablayaq. Deməli, Allah valideynlərinə səbir versin, amin, amin. Çox ağır bir hadisədir, çox dəhşətli bir hadisədir. Məsələnin çox dramatik tərəfləri var. Təsəvvür edin, Elgün həftənin bazar günləri gedib, deməli, ofisiant işləyirmiş, anasına kömək eləyirmiş, yəni maddi olaraq evin büdcəsinə kömək eləyirmiş və onlarla yanaşı da bu qədər yaxşı nəticə göstərib. Ondan sonra özünə məxsus bir uşağıymış da, belə deyək. Bu, elə sıradan bir hadisə deyil. Birinin görürsən ki, cəmiyyətə heç bir yararı olmayan, nə bilim, narkotik aludəçisi olan, nə bilim, filan bəşməkəndə çox belə yararsız bir adam həyatdan köçür, onun belə valideynləri təəssüflənir. Elə sıra ağır hadisədir, yəni. Ona görə də, nətər deyirlər, o cür oğul itirmiş ailə üçün çox çətindir. Ona hər ağlımıza və ağzımıza gələni danışa bilmərik bu mövzularda. Və rəsmi məlumatları da gözləməyimiz ona görə lazımdır ki, bəzi hallarda, bir daha deyirəm, bizim hansısa danışdığımız bir kəlmə o hadisəni törətmiş şəxsin və ya şəxslərin duyuq düşməsinə, ayılmasına səbəb ola bilər.